Salam əziz qardaşlar, Mitsubishi sürənlər və Mitsubishi L200 həvəskarlar. Mitsubishi L200 2008-ci il. Deməli, qardaş yaxınlaşmışdı yanımıza. Farsınqalar yığıldı, 4 dənə iynə, 2 dənə arqa dəyişildi. Salika nasosu dəyişildi, bir də iç remen dəsti dəyişildi. İndi inşallah yığırıq yerinə Allah'ın izni ilə. Xeyirli uğurlu olsun. 4 dənə də klaçok dəyişildi. Klaçokun biri sarbat olmuşdu, bu vəziyyətdəydi. Deməli, qardaş bunu 100 minə yaxın sürübdür. Neyse, bunu da başını bıraxdıq. Təzə orijinalla əvəz elədik, hamısını bir-bir. Öz nasosu budur. Daçkin için deşik qoyublar, ona görə də problem yaradıb. Nasosun çımırı partladı. Və burada bir dənə də belə bir canavarımız var, gördüyünüz kimi. Təmizliyinə söz ola bilməz. Nicat Usta tərəfindən səliqəli və səhmanlı yığılır. İnşallah bu Ağdamdan gələn qardaşın maşının motorudur. İnşallah ki, Allah'ın izniyle sabahlarımız Nicat Ustamız bunu kodlayacaq. Allah'ın izniyle. Xeyirli uğurlu olsun hər kəsə.